Bir daha hər vaxtınız xeyir olsun. Biz rinoplastikaya aid çox danışmışıq, amma müəyyən nüansları var, hansı ki onları qeyd eləmək lazımdır. Rinoplastika əməliyyatının edilmə taktikası, edilmə metodları çox müxtəlifdir. Yəni bildiyimiz kimi dünyada da gəlişdirilmiş bəlli bir metod yoxdur ki, burun əməliyyatı o metodla yalnız düzəldilmiş olsun. Və hətta bir çox ölkələrdə, bir çox konferanslarda biz olarkən onun şahidi oluruq ki, insanlarımızın, yəni həkimlərimizin sayı qədər bəlkə də deyərəm taktika var, burun taktikaları, əməliyyat taktikaları vardır. Çünki bir çox həkimlər, bir çox müəlliflər açıq üsullu əməliyyatlara üstünlük verirsə, bir çoxları qapalı üsullu əməliyyatlara üstünlük verirlər. Və hətta deyərəm ki, bir çoxları piezo cihazı ilə edilməyə üstünlük verirsə, son zamanlar tur cihazı ilə də icra olunan əməliyyatlara biz çox rastlayırıq və ümumiyyətcə mən deyərdim ki, dünyada hər bir plastik cərrahın və yaxud da lor cərrahın əlinin uyumluğu şəklində, yəni daha gözəl düzəltməsi şəraitində hansı üsul, hansı taktika, metod daha yaxşıdırsa, o metodla da düzəldir və bu belə də olmalıdır. Heç bir vaxt məhdudiyyət qoyula bilməz ki, bir üsul daha mükəmməldir, digəri zəifdir. Elə bir dünyada üsul icad olunmayıb ki, yalnız bir üsulla düzəldilsin burun və yaxud da ki, bir üsulla onun çəpərinə dəyişikliklər edilsin, estetik yöndə dəyişikliklər edilsin və yaxud da bir qığırdağın qoyulması üsulu ilə bu düzəldilsin. Belə bir şey yoxdur. Çünki hər bir həkimin, cərrahın, plastik cərrahın özünün improvizasiyası da olur, özünün qoyduğu bəlli bir qığırdaqları ola bilir, bəlli bir taktika seçə bilir ki, o burun daha gözəlləşsin, daha da təkmil bir formaya gəlmiş, çatmış olsun. O baxımdan götürəndə hər bir əlin, hər bir işləş doktorun, cərrahın öz fərdi üslubu da vardır bu işdə. O ki, qaldı əməliyyat sonrası ən çox çətinlik yaşadığımız məsələlər bu gipslə bağlı olur. Bəzən splint, o silikon splintlər deyirik, burun içi qoyulduğumuz o tampon şəklində olur. Yəni, bəzən bizə çox sual verirlər, niyə bir həftəyə açmırsınız, niyə 10 günə açmırsınız, niyə 15 günə açırsınız falan. Bunlar hamısı fərdi taktiki üsullardır. Yenə də dediyim kimi, hər bir plastik həkim o üsulu gəlişdirir ki, pasiyenti üçün daha yaxşı bir ortam yaratsın, daha yaxşı bir nəticə nail olmuş olsun və bu baxımdan da heç bir şey məhdud xarakterli və yaxud da 5 gün olmalıdır, bir həftə olmalıdır kimi şeylər mövcud deyil tibbdə. Tibb çox dəyişkəndir, çox inkişaf edən bir sahədir. Burun əməliyyatlarının xarakterinə görə biz onu fərqləndiririk. Burunda əgər sınmış, qırılmış və hətta deyərəm təkrar əməliyyat, revizyon əməliyyat tipində olan burunlarsa biz bunları daha çox qorumağa çalışırıq. Gipsini də daha çox saxlamağa çalışırıq və daha çox əməliyyat sonraki vaxtlarda rinofixlə o bildiyimiz o qəhvəyi rəngdə olan deməli plasterləri bağlatdırırıq. Eləcə də burun daxili nostrillərdən istifadə elətdiririk. Bu yeni üsullar burunun daha da gözəl olmasına gətirib çıxardır. Həm də qorunması məsələsi pasiyentlərin üzərinə düşən bir məsələdir. Burun qorunması üçün ağırlığa salınmamalıdır. Doğru düzgün yatmaq qaydasına əməl olunmalıdır. Əməliyyatdan sonraki toxunuşlarda belə, masajların özündə belə düzgün yanaşmaq lazımdır. İnfeksiyalaşma məsələsinə çox ciddi yanaşmaq lazımdır. Çünki burunun əməliyyatdan sonraki qrip və digər bu kimi virus, infeksiyon xarakterli, infeksiyalaşması, mikroblaşması çox böyük ciddi fəsadlara gətirib çıxartmış olur. Bir sözlə, həkimin tövsiyəsinə və tapşırdığı iynələr deyək, dərmanlar deyək, antibiotiklərə vaxtında və düzgün əməl olunması çox önəmlidir.